Radiasiya təbii və süni mənbələrdən yayıla bilər. Günəş şüaları və torpaq altındakı bəzi minerallar təbii radiasiya mənbələri hesab olunsa da, texnogen mənbələr, nüvə silahlarının sınaqları, atom stansiyalarında sızmalar və ya xəstəxanalarda istifadə olunan cihazlar insan və ətraf üçün daha təhlükəlidir. İyonlaşdırıcı şüaların təsirindən bizim DNT-mıza birbaşa hüceyrənin DNT-sinə təsir edərək onların normal şəkildə böyüməsinə təsir edir və bu da mutasiyalara və xərçəng hüceyrələrinin yaranmasına gətirib çıxarda bilər. Bundan başqa yeni doğulmuşlarda və uşaq yaşlarında və hamilə qadınlarda bunun istifadə radiasiyanın təsirindən bunların fiziki qüsurların, əqvi qüsurlarında yaranmasına gətirib çıxarda bilər. Bəzi radioaktiv maddələr var ki, onlar daha sürətlə və qısa müddətə məhv olur. Lakin bir sıra radioaktiv maddələrin ətraf mühitdə məhv olma və aradan qalxma müddəti 30 ildən 300 ilə və daha çox müddətə qədər çəkə bilər. Bu da onları daha təhlükəli eləyir. Həmçinin radioaktiv maddələr çox asanlıqla qida zənciri vasitəsilə geniş ərazilərə yayıla bilir. Yəni, əgər hər hansı radiasiyaya məruz qalmamış insan, radiasiyaya məruz qalmış, belə deyim, kənd təsərrüfatı məhsulundan istifadə edirsə və ya hər hansı ətlə qidalanırsa, asanlıqla bu insan bədəninə də yoluxur və fatal nəticələr yarada bilir. Radiasiyaya uzun müddət məruz qalmaq bədəndə mutasiyalara, xərçəng xəstəliklərinə, sonsuzluğa və digər ciddi sağlamlıq problemlərinə yol aça bilər. Uşaqlar, yaşlılar və hamilə qadınlar bu təsirlərə daha həssasdır. Radiasiyanın özünün də dediyimiz kimi dərəcəsi var. Deyəm ki, normal bir rentgen və tomoqrafiya arasındakı radiasiya fərqinə baxdığımızda rentgenin radiyasiyası tomoqrafiyaya görə çox-çox azdır. Yəni, bir insan əgər mütləq vacibdirsə, o zaman ya rentgen ya da KT tomoqrafiyadan keçməlidir var. Yoxsa çox təəssüflər olsun, COVID-19 pandemiyasında biz bunu gördük ki, insanlar hər öksürəndə, hər narahat olanda birbaşa KT-yə tomoqrafiyaya müraciət edirdilər. Amma bizim normaldakı prosedurumuz nədir? Əgər xəstədə ciddi bir simptom şikayəti yoxdursa, öncəliklə xəstəyə rentgenlə müayinəsini edirik. Sonraki etaplarda isə xəstəni kompüter tomoqrafiyasına yönləndiririk. Radiasiyanın həm qısa, həm də uzunmüddətli təsirləri müşahidə edilir. Mütəxəssislər deyir ki, radiasiyanın zərərlərini vaxtında müəyyən etdikdə azaltmaq mümkündür. Qısa müddət təsiri nədir? Xəstədə bulantı ola bilər, qusma ola bilər, gözdə konjektivit, katarakt kimi sıxıntılar ola bilər. Bəzən dediyimiz kimi uzun müddət təsirində isə hüceyrənin DNT-sinə təsir edərək onu mutasiya uğradıb xərçəng hüceyrələrini, xüsusən də qan xərçəngi dediyimiz leykoz xərçəngini ciddi artırır. Eyni zamanda qalxına bənzər vəzi xərçəngi də radiasiyadan ən çox yaranan xərçənglərdən biridir. Təbiətin öz-özünü bərpa eləməsi çox uzun müddət vaxt ala bilər və biz bunun aydın nümunəsini Çernobıl qəzasında görə bilirik. Yəni, bioloqların və zooloqların apardığı müşahidələrə görə hələ indiyə qədər də orada, belə deyim, biomüxtəliflik tam şəkildə, normal şəkildə bərpa olunmayıb. Düzdür, bitkilərin özünün bərpasında müəyyən irəliləyişlər müşahidə edilir, lakin fon hələ də təhlükəsiz deyil və heyvanlar aləmində anormal dəyişikliklər hələ də müşahidə edilir. Bəs radiasiya sızmaları zamanı ətraf mühiti qorumaq üçün hansı tədbirlər görülməlidir? İlkin tədbir təbii ki, risk xəritəsinin hazırlanmasıdır. Risk xəritəsinə istər Azərbaycan ərazisində radioaktiv fonu həssas olan, istərsə də Azərbaycanın sərhədyanı rayonları, hansı ki, digər ölkələrdən gələcək radioaktiv kirlənməyə qarşı həssasdır, bu rayonların müəyyən edilməsidir və mütəmadi olaraq bu ərazilərdə yenilənmiş texnologiyalarla radioaktiv fonun ölçülməsidir. Yəni, burada ilkin tədbir radioaktiv fondakı dəyişikliyi dərhal bilmək və əhalini bu barədə məlumatlandırmaqdır. Radiasiya gözlə görünmür, səs vermir, iz buraxmır. Amma təsiri illərlə, bəzən nəsillərlə davam edir. Bu təhlükənin qarşısını almağın yolu vaxtında tədbir, elmi yanaşma və məsuliyyətli qərarlardır.